İnek yoksa koyun mu? Koyun yoksa keçi mi? Keçi yoksa camış mı? Yoksa sadece toyuq mu? Hansı daha kazançlıdır dostlar? Gəlin analiz edək. Hazırsınızsa başlayaq. Dostlar salam. Bugünkü videoda sizə heyvandarlıqda ən çox verilən suallardan birinə real cavab verəcəm. İnək, camış, keçi, toyuq və qoyun hansı həqiqətən daha çox qazandırır? Burada nəzəriyyə yox, fermer gözü ilə real analiz var. Kət təsərrüfatında başqa digər heyvanlar da var. Lakin biznes məqsədli geniş yayılmadığına görə sadəcə bu 5 heyvan analizinə baxaq. İnək. İnək saxlayanlar bilir ki, bu sistem sabitdir, amma ağırdır. İnəkdən gəlir əsasən 2 yoldur. Süd satışı, bala satışı. Amma burada böyük məsələ var. İnək çox xərc tələb edir, gündəlik yem, baxım, baytar xərcləri yüksəkdir. Üstəlik, inəkdən qazanc tez gəlmir. Sən aylarla, bəzən illərlə gözləyirsən ki, real gəlir görəsən. Yəni, inək sistemi sabitdir, amma yavaşdır və ilk başlayanlar üçün böyük sərmayə tələb edir. Camış. Camış daha güclü heyvandır, amma hər fermer üçün uyğun deyil. Camışın üstünlüyü südü yağlıdır, bəzi bölgələrdə yüksək qiymətə satılır. Amma problem hər yerdə bazarı yoxdur, saxlanması çətindir, xüsusi şərait istəyir. Yəni sən istehsal edirsən, amma satmaq bəzən problem olur. Camış sistemi güclüdür, amma məhdud bazarlıdır. Keçi. Keçi başlamaq üçün ən ucuz heyvanlardan biridir. Az yem yeyir, tez uyğunlaşır, dağlıq ərazidə rahat saxlanılır. Amma real qazanca baxsaq, keçinin bazarı çox geniş deyil. Ət və süd satışında hər yerdə yüksək qiyməti yoxdur. Ona görə kiçik fermerlər üçün uyğundur, amma böyük qazanc sistemi deyil. Keçi sistemi ucuzdur, amma gəlir potensialı məhduddur. Toyuq. Toyuq biznesi ən sürətli dövriyyə sistemidir. 40-60 günə satış mümkündür. Bu çox adamı cəlb edir. Amma burada bir reallıq var. Xəstəlik riski yüksəkdir, bazar qiyməti çox dəyişir, rəqabət çoxdur. Toyuq sənə tez pul verə bilər, amma sabit böyük gəlir yaratmaq çətindir. Toyuq sistemi sürətlidir, amma risklidir və sabit deyil. Mənim də yaralı yerimdir. 2015-də məni bir dəfə batırıb. Qoyun. Gəldik əsas hissəyə. Qoyun çox adamın gözündə sadə heyvandır, amma əslində ən balanslı sistemlərdən biridir. Qoyunun gücü nədədir? İnək və camışla müqayisədə daha az yem tələb edir. Bir qoyun ildə 2 bala verir, bu isə sürünün tez böyüməsini deməkdir. Qoyun ətinə bazar hər yerdə var. Qurbanlıq, ətlik, damazlıq. Digərlərinə nisbətən daha asan idarə olunur. Ən vacibi isə qoyunçuluqda əsas qazanc tez satışdan gəlmir. Əsas qazanc sürünün böyüməsindən gəlir. Sən 10 qoyunla başlayırsan, bir neçə il sonra bu rəqəm düzgün idarə ilə qat-qat artır. Bu sistemin gücü də buradadır. Əgər məqsədin az risklə başlamaqdırsa, sürü ilə böyüməkdirsə və real qazanc sistemidirsə, onda ən məntiqli seçim qoyunçuluqdur. Amma unutma, heyvan tək başına səni qazandırmır. Səni qazandıran idarə, yem sistemi və satış strategiyasıdır.